Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Mən Yaqut Səfixanova, Emoşem Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlə lisey üzrə keçirilmiş sınavımızın izahı haqqında danışmaq istəyirəm. Başlayırıq suallarımızdan. Görürük ki, bir mətn sualından tanış oluruq. Disneyland adlı bir mətindir. Mətni oxuduqdan sonra bizə ardıcıllıqla baş verməsini soruşur. Gəlin indi qruplaşdıraq. Ardıcıllıqla necə baş verə bilərdi? Birinci nə başlayır? Birinci, Disneyin qızlarla bərabər parka getməsini gördük. Daha sonra İkinci Dünya müharibəsi başladı. Daha sonra parkın artıq Disneyin ideyalarını gerçəkləşdirməsi və parkın açılış mərasimi. Bu mərasimdə də Ronald Reaganın burada iştirak etməsini görürük. Və ən nəhayətində sonda biz nə görürük? Ziyarətçiləri Mickey Mouse, Yatmış Gözəl, Ağbəniz, Pinokyo və Winnie Pooh qarşıladı. Və həmin o cizgi film qəhrəmanlarının orada insanları qarşılamasını gördük. Bu ardıcılığa əsasən 3, 4, 2, 1. Yəni birinci sualımızın cavabını A olaraq qeyd edə bilərik. Daha sonra gəlirik ikinci suala. Mətndə suallarının birinə cavab tapmaq mümkün deyil. Nə vaxt yaradılmışdı? Yaradılması haqqında biz məlumat ala bilirik. Deyirik ki, 17 iyul 1955-ci ildə Los Angeles'ın cənubunda yerləşən Anaheim şəhərində açılmışdır. Yəni gördük bunu. Harada yaradılmışdır? Elə həmin cümlədə onun yerləşdiyi ərazini də görə bilərik. Hal-hazırda nə qədər gəlir əldə edir? Hal-hazırda onun əldə etdiyi gəlir bizim üçün tam olaraq aydın deyil. Ona görə bizim doğru cavabımız demək C variantı ola bilər. Disneyland kim tərəfindən yaradıldı? Müəllifini göstərə bilərik. Birinci Dünya müharibəsinin Disneylanda təsiri müəllifin arzularını reallaşdırmasına bir müddət belə deyək, fasilə yaranmasına səbəb oldu. O arzularını reallaşdıra bilmədi. Uzun bir müddət gözləməli oldu. Buna görə də C variantı bizim ən doğru cavabımız olacaq. Gəlirik üçüncüyə. Ronald Reagan haqqında hansı məlumat əldə edirik? Nə görürük Ronald Reagan haqqında? Bu tədbir ABC kanalı tərəfindən birbaşa yayımlandı. Parkın açılış mərasimi ABŞ-ın gələcək prezidenti, aktyor Ronald Reagan aparmışdır. Uşaqlar, biz burada nəyə şahid oluruq? ABŞ-ın gələcək prezidenti, aktyor Ronald Reagan. Deməli, biz onun haqqında hansı məlumat əldə etdik? O, Amerika Birləşmiş Ştatlarının prezidenti olmuşdu. Yəni, gələcəkdə prezident seçiləcəkdir. A variantını üçüncü suala qeyd edə bilərik. Gəlirik dördüncü sualımıza. Disneyin ideyalarını gerçəkləşdirməsini gecikdirən hadisə nə idi? Az öncə də qeyd elədik. Az öncə də qeyd elədik ki, bəs müharibə başlandı və müharibənin olması onun ideyalarını həyata keçirməsini bir qədər ləngitdi. Görək hansı müharibə idi bu? Deyir ki, tarixçilərin dediyinə görə İkinci Dünya müharibəsi Disneyin ideyalarının gerçəkləşdirməsinə mane oldu. Və verə bilərik burada biz hansı cavabı? Biz burada verəcəyik C variantı. Bizim doğru variantımız olacaq. Daha sonra gəlirik 5-ci suala. 5-ci sual bizdən nə istəyir? Gəlin baxaq. Mətndə qırmızı hərflərlə verilmiş sözü nə ilə əvəz edə bilərik? Qırmızı hərflərlə verilmiş söz gerçəkləşdirmək. Gerçəkləşdirmək sözünü nə ilə uyğunlaşdıra bilərik? Reallaşdırmaq sözündən. Yəni 5-ci doğru cavabımız da A variantı olur. Gəlirik 6-cı sualımıza. 6-cı sual bizdən nə istəyir? Bizə uyğunluq verib. Seymur da İsmail kimi tələbədir. Seymur da İsmail kimi çalışqandır. Biz kimi tək-təki qoşmaları haqqında danışanda nə demişik? Demişik ki, özündən sonra isim gəldikdə biz onu təyin kimi, özündən sonra sifət və təsirlənən fiil gəldikdə isə biz onu artıq zərf kimi düşünməliyik. İsmi xəbərli cümlədir. Bunu ortaya yazarıq. Hər ikisinə uyğun bir xüsusiyyətdir. Yəni, gəlin buradan bir uyğunlaşdırma eləyək. 1, 2, 3. Aha, 2 ortadadır. İsmi xəbərli cümlədir. Bunu hər ikisinə uyğunlaşdıra bilərik. Deməli, A-nı K yazdıq. Təyin işlənmişdir. Təyini biz birinci cümlədə gördük. Çünki dedik ki, özündən sonra isim gəlib. Daha sonra zərfli işlənmişdir. Onu üçüncü cümləyə uyğunlaşdıra bilərik. Daha sonra xəbər düzəltmə sifətli ifadə olunmuşdur. Çalış, çalışqan. Biz məhz üçüncü cümləyə də D variantını verə bilərikmi? Sonra ancaq qrammatik mənası olan söz var. Ancaq qrammatik mənası olan söz kimi qoşmasıdır. Hər ikisində işlənib, yəni ortaya verə bilərik. Buna uyğun 1-ə B, 2-yə A-la Y, 3-ə C ilə D. Bizim hansı variantımız uyğun gəldi? 6-da bizim olacaqdır
C variantımız uyğun gələcək. 1-ə B, 2-yə A-la Y, 3-ə isə C və D variantları. Gələk 7-ci sualımıza. Kimi sözünün işləmə məqamını burada qeyd eləməliyik. Sən burada kimi axtarırsan. Burada kimi nədir? Burada kimi sual əvəzliyidir. Kimi gəlir, kimi gedirdi. Burada isə qeyri-müəyyən əvəzli olduğunu gördük. Sənin kimi şagird görməmişəm. Burada da bənzətmə qoşması. Demək gələcək sual əvəzliyi, qeyri-müəyyən əvəzlik, qoşma. 7-ci sualımızın doğru cavabı gəlir D variantı. 8-ci suala baxırıq. Hansı söz cəm şəkilçisi qəbul etsə də ismin xüsusiyyətini qəbul etmir. Yəni, biz cəm şəkilçisi qəbul etsə də isimləşməyən söz axtarmalıyıq. Öz sualını özündə saxlayan söz axtarmalıyıq. Qəhrəmanlar unudulmur, sifətdir. Ancaq biz ona kim deyəcəyik? Körpələr ağlamağa başlayanda hamı onları sakitləşdirdi. Körpələr kim? Dördüncülər liseydə oxumaq üçün imtahan verdi. Kim? Bunlar mənə təsir etməz. Nə? Amma D variantına baxırıq. Deyir Xədicə xala əvvəllər evindən çölə çıxmazdı. Nə zaman? Əvvəllər. Lar şəkilçisini görürəm, amma isimləşmənin şahidi olmadım. Olacaq doğru variantım D variantı. 9-cu suala baxaq. Hansı sözdəki son şəkilçisini həm şöyle keçmiş zaman, həm də hissəcik kimi düşünmək olar. Bizim məşhur sözlərimiz var idi. Deyirdik, bitirdi, itirdi, keçirdi, köçürdü, ötürdü. Biz ötürdü sözünü götürəcəyik burada, yəni Y variantı olaraq dəyərləndiririk. Nəyə görə? Bir dəfə ötmək sözü. Ötmək. Daha sonra orada öt, ötür. Kimisə apar, ötür mənasında ötürdü. Burada şöyle keçmiş zamandır. Bir dəfə də ötmək, oxumaq mənasında. Məsələn, quşlar ötürdü. Öt, ötür. İndiki zaman. D isə orada idinin qısaldılmış forması olacaq. Olacaq 9 doğru variantımız Y variantı. Cavanların hamısı əsgərlərin gəlişinə sevinirdi. Doğru fikri tap. Mübdada isimlə ifadə olunmuşdur. Sevinirdi. Kim? Cavanların hamısı. İsim deyil. İsmi birləşməklə ifadə olunub. Yəli hal şəkilçisi qəbul etmiş sözlərin hamısı isimdir. Cavan sözünü götürək. Cavan sözü sifətdir. İsim deyil. Deməli bunu da çıxardırıq. Tamamlıq söz birləşməsi ilə ifadə olunmuşdur. Sevinirdi. Nəyə sevinirdi? Əskərlərin gəlişinə. Elə C variantımız doğru variantdır. Çünki əskərlərin gəlişi ifadəsi burada bizdə nə olacaq? Söz birləşməsindən ifadə olunmuş olacaq. Daha sonra keçək digər sualımıza, 11-ci sualımıza. 11-ci sual bizə deyir ki, doğru fikri müəyyən edin. Baxırıq. Bütün modal sözlərdən sonra vergül qoyulur. Xeyr, bütün modal sözlərdən sonra vergül işarəsini görmürük. Yəni, sanki, elə bil ki, güya. Bu modal sözlərimiz var ki, bunlardan sonra vergül işarəsi olmur. Bütün köməkçinin diksələrinin qrammatik mənası var. Bax, bu variantı doğru götürə bilərəm. Çünki niyə? Köməkçinin diksələrinin əlbəttə ki, qrammatik mənaları olur. Bütün köməkçinin diksələri qurulucu sadə və mürəkkəbdir. Qoşmalar yalnız sadədir. Bütün qoşmalar sözlərdən ayrı yazılır. Tək qoşması, tək qoşması, can qoşması bitişikdir. Bütün bağlayıcılardan sonra vergül qoyulur. Özündən əvvəl qoyulanlar da var. Yəni, buna bütün deyə bilmərik. Olacaq B variantı doğru cavabımız 11-də. 12-yə baxaq. Zərf haqqında hansı fikir səhvdir? Səhv fikrimiz. Tərz hərəkət zərfi. Necə, nə cür? Bax, burada hansı sözü bizim variantımızı pozdu. Elə olacaq yanlış variant A variantı. Həm təsriflənən, həm təsriflənməyənə aiddir. Düzdür. Deyə bilərik, qaydamız var bizim. Hal şəkilçisi qəbul edir. Sağda, solda deyə bilərəm. İrəlidə, aşağıda, yuxarıda. Bəzi sözlər həm zərf, həm başqa diksiyası ola bilər. Ortaqlıq təşkil edən sözlərimizi götürə bilərik. Düzəltmə zərf əmələ gətirən bəzi şəkilçilər homonimdir. Doğrudur, bunu da qeyd edə bilərik. Məsələn, canı, lanı, araq şəkilçisini qeyd edə bilərik. Olur, A variantı bizim doğru cavabımız. 13. Nizami cəbhədən dostuna məktub yazdı. Tündüqara hərflərlə verilmiş sözlə bağlı yanlış fikri tapaq. Quruluca sadədir, doğrudur. Yazdı, nəyi? Məktubu. Qeyri-müəyyən təsirli haldadır, doğrudur. Adlı halda deyil uşaqlar. Biz ona bilirik ki, təsirlənən feilin yanında gəlib. Təsirli feildir. Eyni zamanda, lap biz bunu tapa bilmiriksə, qarşısına müəyyənləşdirici əvəzliklər qoyaq. O, bu, həmin. Məsələn, Nizami cəbhədən dostuna həmin məktubu yazdı. Bunu da edə bilmiriksə, məktub sözünü götürüb cümlənin əvvəlinə qoyaq. Məktubu Nizami cəbhədən dostuna yazdı. Bu üsulların hər birini etdikdə biz artıq onun şəkilçisini bərpa etdiyini görürük. Deməli, buna deyə bilərik ki, bu nədir? Məktub sözü qeyri-müəyyən təsirli haldadır. Nə sualına cavab verməsi də doğrudur. Çünki qeyri-müəyyən də nə sualına cavab verə bilər.
2 hecalı, bu da doğrudur. Olacaq bizim yanlış variantımız C variantı. Üzüm sözünü neçə fərqli formada düşünmək olar? Biz bunu 3 formada düşünəcəyik. Bir dəfə üzüm, meyvə mənası. Bir dəfə mənim üzüm, yəni sifətim mənasında. Bir dəfə isə dənizdə üzüm, oradakı mən üzüm əmr şəklində şəxs sonluğu kimi düşünə bilərik. Yəni 3 fərqli formasını görürük, olacaq C variantı. Həm məchul, həm qayıdış növləri də fərqli şəkildə qəbul edir. Məsələn, yun darandı, qız darandı, eynidir. Sonra baxıram, otaq bəzəndi, qız bəzəndi, eynidir. Hava tutuldu, cinayətkar tutuldu, eynidir. Məsələn, duman, məsələn deyək ki, uşaq büründü. Uşaq büründü. Bir də deyirik ki, hava toza büründü. Eynidir. Ancaq göründü sözünü biz fərqli düşünəcəyik. Deyirəm, işlər görüldü kimsə tərəfindən. Bir də nə deyəcəm uşaqlar? Deyirəm ki, uşaqlar göründü. Artıq burada qayıdış. Birində ın, birində isə ıl qəbul edir. Digərlərinin nümunələr əsasında göstərəndə görürük ki, eyni şəkil içində qəbul edir. Amma görmək feili burada istisnadır. Olacaq 15 Y variantı. 16-ya baxaq. 3 cümlədə mübtada mürəkkəb adlan. 3 cümlədə mübtada mürəkkəb isimlə. 3 cümlədə mübtada söz birləşməsi ilə ifadə olunarsa, neçə cümlədə sadə mübtada olacaq? 3 cümləmizdə mürəkkəb adladı. Bax, yazaq bura. 3 cümlədə mürəkkəb addır. 3 cümlədə mürəkkəb isim. Mürəkkəb isim sadə cümlə üzvüdür, bunu bilirik. Bu isə mürəkkəbdir, bunu da bilirik. 3 cümlədə isə söz birləşməsi də mürəkkəbdir. Və ona görə biz elə 3 dənə cümləni götürə bilərikmi ki, mürəkkəb isimlə ifadə olunanda biz ona sadə mübtada deyəcəyik. Olacaq 16-nın doğru variantı C variantı. Yəni söz birləşməsi mürəkkəb adı mürəkkəb mübtada deməkdir. Amma digərini isə biz qeyd edəcəyik ki, o sadə mübtada kimi olur. Çünki mürəkkəb isim olsa da nitq hissəsidir. Xitab söz birləşməsi ilə ifadə olunub. Burada biz nidanı çıxardırıq. Qardaş təkdir, Arif təkdir. Yalana döndü gerçəyim, ay gözəlim, ay göyçəyim. Yenə nida var, çıxartdım. Sən mənim ən böyük ustadım oldun. Ey ana yurdumun böyük şairi. Y variantını verə bilərikmi? Ey ana yurdumun böyük şairi. Ana yurdumun böyük şairi. Söz birləşməsidir və mürəkkəb xitab adlandıra bilərik. Gəlirik 18-ci suala. Aşağıdakı xüsusiyyətlərə aid olan sözü göstər. Çox mənalı, arxaik və ümmüşlək olsun. Uşaqlar, ümmüşlək və arxaik mənasında arı, yazı, ondan sonra ağac, ayaq. Bu sözlərin hər birini göstərə bilərəm. Yağı sözü, bu isə ümmüşlək deyil bu. Yəni buradan çıxardıram. Bu sözlərin hər birini göstərə bilirəm. Amma bunlar hər biri çox mənalıdırmı? Deyəcəksiniz, məsələn, arının, yazının, ağacın çox mənalılığını görmürəm. Amma ayaq sözünün çox mənalılığını da görürəm. Stolun ayağı, şkafın ayağı çox mənalılığı var. Arxaikdir, bəli, keçmişdə ayaq nə idi? Qədəh mənasındaydı. Hazırda hamı tərəfindən başa düşülür, yəni ümumiləşdirməkdir. Doğru variantım Y variantı olaraq göstərə bilərik. Qeyri-müəyyən şəxsi cümləni tapırıq. Qeyri-müəyyən şəxsi cümlə nədir uşaqlar? Biz bilirik ki, qeyri-müəyyən şəxsi cümlələrimiz xəbəri 3-cü şəxsin cəmində olmalıdır, mübtadamız olmamalıdır. Dostlar bir yerdə yığılmışdılar. Burada mübtadamız var, götürə bilmərik. Cücəni payızda sayarlar. Bu isə hökm hamımıza aiddir. Hökm hamıya aiddirsə, bunu ümumi şəxsli deyə adlandırırıq. Bizi yola saldılar. Kim yola salıb? Bilmirik kimdir. Mübtadamız yoxdur, xəbərimiz 3-cü şəxsin cəmindədir. Olacaq 19-un doğru variantı C variantı. Uşağın məktəbə gedən vaxtı idi. Biz xəbəri 3-cü şəxsdə görmədik. Y variantında da həmçinin. Siz bir B ilə arasında qarşılıq sala bilərsiniz, amma yadınızda saxlayın. Biz ümumi şəxsli və qeyri-müəyyən şəxsli deyə fərqləndirəndə qeyd etmişik ki, ümumi şəxsli cümlələrdə uşaqlar hökmdür, hərəkətdir, hamını əhatə edir. Qeyri-müəyyəndə isə hamını əhatə etmək deyə bir şey yoxdur. Cücəni payızda sayarlar, atalar sözü deyər, hamımıza aid olan bir sözdür. Atalar sözü hikmətli söz mənasındadır. Amma bizi yola saldılar, bu hamıya aid deyil. Xəbəri 3-cü şəxsin cəmində, mübtadası da yoxdur və rahatlıqla C variantını qeyd edə bilərəm. Hansı bənddə sözlərə ancaq mənsubiyyət çəkilisi artırılanda səs düşümü baş verir? Millilər, milli sözləri tapaq. Sinif çıxartdıq, ondan sonra sinifi çıxartdıq, ətiri çıxartdıq, fikri çıxartdıq.
ağız, alın sözlərini qeyd edə bilərikmi? C variantı deyə bilərik. Bu qədər uşaqlar, ümid edirəm hər biri sizin üçün aydın oldu. Sağ olun.